Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları, Dünya televiziyasına baxırsınız. Efirdə Üz-Üzə proqramıdır, qoy saatı da söyləyim, saat 15:05 dəqiqədir. Bu saatlarda Dünya televiziyasının efirində Üz-Üzə proqramı televiziya tamaşaçılarına təqdim olunur. Dəyərli, sevimli tamaşaçılarımız, hər birinizə təşəkkür edirik ki, siz Dünya televiziyasına baxırsınız. Həftə içi 5 gün biz sizinlə üz-üzə oluruq. Həftə içi 5 gün sizinlə görüşə tələsirik. Həftə içi 5 gün müxtəlif mövzularla bağlı müzakirələr aparırıq. Məqsədimiz nədir? Məqsədimiz bizi izləyən televiziya tamaşaçılarını maarifləndirmək, məlumatlandırmaqdır. Azərbaycanımızın tanınmış ziyalılarını, ekspertlərini studiyamıza dəvət edirik ki, onların hər birinə dərin təşəkkürümüzü bildiririk ki, onlar bizim dəvətimizi qəbul edirlər. Hörmətli izləyicilərimiz, bugünkü proqramımızı açıq elan edirik və söyləyirəm, biz başladıq. Hörmətli izləyicilərimiz, başladıq dedik. Bəli, biz başladıq. Bugün biz elə bir mövzudan danışacağıq ki, bu mövzu hər birimizin ailəsinə toxunur. Söhbət tütündən gedir. Özümüz tütündən ola bilsin ki, istifadə etməyək, amma qonşumuz, qohumumuz, övladımız kimsə tütündən istifadə edir. Niyə edirlər? Bu tütün nədir ki, insanları özünə cəlb edir? Suallar çoxdur, sualları bugünkü efirimizin ekspertləri cavablandıracaqlar. Öncə nömrələri söyləyeyim. Qaynar xəttimizə aid olan nömrələr 055 294 45 41. Efirdə də nömrə təqdim olunacaq. 055 294 45 41. Hal-hazırda təqdim olunur. Nömrə burada. Görürsünüz, zəng edə bilərsiniz. Bu nömrədən də əlavə, yeri gəlmişkən söyləyeyim ki, bu nömrənin WhatsApp-ı da var. WhatsApp 24 saat ərzində aktivdir. Zəng eləmək istəsəz, səhər saat 9-dan axşam saat 21-ə qədər zəng edib bizə problemlərinizi söyləyə bilərsiniz. Dünya televiziyasının qapıları hər birinizin üzünə açıqdır. Söylədim, ikinci nömrədə var. İkinci nömrə 018 65 8 11 00-dır. Təkrar edirəm, 018 65 8 11 00. Bu nömrə proqramımız efirdə olarkən aktivdir. Proqram bitdikdən sonra bu nömrəyə zəng etməyiniz məsləhət görülmür. Çünki artıq proqram bitir və komanda dəyişir, belə deyək, digər proqrama yer ayrılır. Dünya televiziyası biri-birindən maraqlı proqramlarla sizin görüşünüzə gəlir. Bütün komandamız səhər proqramından tutmuş, günün son proqramına qədər çalışan bütün komandamız biri-birindən maraqlı proqramlarla sizin görüşünüzə gəlir. Və hər birinə də uğurlar arzulayıram. Bir komandanın üzvü kimi, televiziyanın işçisi kimi, onların qoy Allah Taala ruzların bol eləsin, canların sağ eləsin və işlərində avand eləsin. Sizin hər birinizi çox istəyirəm, əziz dostlar. Və nömrəmizi də söylədik, mövzumuzu da dedik, qaldı nə? Ekspertlərimizin təqdimatı. Öncə hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Dəyərli ziyalılarımız, Azərbaycanımızın tanınmış ekspertləridir. Bugünkü efirimizin qonağı, görürsünüz ki, bir xanım var efirdə. Gəlin, öncə Aydınxan müəllim. Xanımdan başlayalım. Mütləq şəkildə. Zemfira xanım Mustafayeva. Zemfira xanım Mustafayeva təşkilat rəhbəridir, ictimai xadimdir, pedaqoqdur, çox maraqlı bir insandır, hüquq müdafiəçisidir. Nə qədər sayım, davam eləyim. Ən əsası gözəl insandır. Gözəl insandır və hər zamanda həssaslıqla yanaşır. Açıq deyim, bir də görürsünüz, nəsə bir efirlə bağlı nəsə bir məsələ olanda zəng eləyəndə belə deyirəm ki, misal üçün, bu mövzudur. Bu mövzu ilə bağlı, misal üçün, sizi dəvət etsəm, əgər vaxtınız olsa gəlsə, necə yanaşarsınız? Elə rahat məni başa salır ki, Zemfira xanım. Və deyirəm ki, Zemfira xanım, sabah efirdəsiniz. Və bugün o bizim efirimizdədir. Xoş gördük, Zemfira xanım. Necəsiniz? Çox sağ olun. Zemfira xanımla bizim ailəni illər bağlayır, illər. Mən balaca qızı idim, mənim valideynlərim, Allah rəhmət eləsin. Zemfira xanımla çox gözəl münasibətləri olub. Sumqayıtda həqiqətən də çox hörmət elədiyimiz, adla tanınan bir xanım idi. Həqiqətən də çox şəxsiyyətinə böyük hörmətimiz var idi. Şəxsən mənim özümün.
Yəni çox sevdiyim bir xanım idi. Çox sağ olun. Allah ölən Çox ərzə. cavan dünyasını dəyişdi. Allah rəhmət eləsin. Allah ona rəhmət eləsin. Ruhu şad Və olsun. çox xoşdur ki, onun gözəl qızı Kötüm xanım həqiqətən də indi belə gözəl də təqdim elədi könül bizə. Gözəl təqdim eləmədim, olanı söylədi. Çox sağ ol qızım. Xoş gəldiniz əzizim. Çox sağ ol canım. Bugün biz tütündən danışacağıq. Buyurun, buyurun. Canım xanım, mən birinci növbədə sizə təşəkkürümü bildirmək istəyirəm. Nəyə görə? Çünki o qədər aktual mövzulara toxunursunuz. Keçən dəfə məsələn insan alveri mövzusu ilə mən baxdım ki, çox insanlar sonradan bizə yazdılar. Yəni o qədər onlar üçün maraqlıdır. Yəni maarifləndirici belə bir doğrudan da verilişə çox böyük ehtiyac var. Və çox sağ olun ki, belə bir veriliş həqiqətən də sizin sayənizdə bax bu veriliş var. Təşəkkür edirəm. İcazənizlə digər qonaqları da təqdim edim, sonra mövzunun müzakirəsinə başlayaq. Əbilov, Aydınxan Əbilov, ictimai xadim, prezident təqaüdçüsü, sonra Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, sonra kulturoloq, ailə və sosial məsələlər üzrə ekspert, Azərbaycan Yaşlılar və Jurnalistlər Birliyinin üzvü. Maşallah, davam eləyim, yoxsa kifayət edər. Əsas Aydınxan Əbilovdur. Əbilov. Bu təqdimatdan sonra verilişimiz tutardı, durub gedəydi. Durub gedəcəyik, bəli. Xoş gördük sizi. Təşəkkür edirəm. Necəsiz Əbilov? Çox sağ olun, Könül xanım. Biz Ceyhun bəylə bir məclisdən gəldik indi. Mənim üçün çox xoş oldu ki, bilirsiniz ki, tanınmış müğənnimiz, gözəl insan, dəyərli Ofeliya xanımın, Şabanovanın qazi qardaşı rəhmətə gedib. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Məclisdə bir çox insanlar vardı və mənə xoş oldu ki, bizim sizin verilişdə qaldırdığımız bir çox məsələlər orada müzakirə olunurdu. Bu çox önəmlidir. Yəni bizim ötürdüyümüz mesajı cəmiyyət qəbul edir və onu müzakirəyə çevirir. Bugün də tütün və tütün məhsulları ilə bağlı, onların ziyanı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparacaq. Düşünürəm ki, tamaşaçılar çox maraqlı bir proqramla üz-üzə gələcəklər. Təşəkkürlər. Əliyev, Ramal Əliyev, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədr müavinidir, ictimai xadimdir, sayt rəhbəridir, iş adamıdır, ailə və sosial məsələlər üzrə ekspertdir. Xoş gördük sizi. Təşəkkür edirəm Könül xanım, çox sağ olun. Çox sağ olun. Aydın müəllimin dediyi kimi, doğrudan da bugün gözəl bir mövzu müzakirə olunacaq. Gözəl, yəni aktual nöqteyi nəzərdən. Aktual nöqteyi nəzərdən gözəl bir mövzudur. O nöqteyi nəzərdən ki, biz gənclərimizə və cəmiyyətə çalışarıq ki, bu məhsulun zərərləri barədə kifayət qədər həm fərdi, həm bioloji, həm ictimai zərərləri barədə məlumat verək. Ceyhun Süleymanov da bugün bizimlədir. Ceyhun, siz necəsiz? Sağ olun, var olun. Sizin sayənizdə biz də yaxşıyıq ki, sağ olun ki, bizi xalqın gündəmdə olan məsələlərlə bağlı hər zaman efirlər təşkil edirsiniz. Biz də öz dəyərli fikirlərimizdən xalqımız üçün faydalı fikirlərimizi söyləməyə gəlmişik. Təşəkkür. Ceyhun ictimai xadimdir, iş adamıdır, ailə və sosial məsələlər üzrə ekspertdir. Ən əsası dostumuzdur. Ceyhun, siz də xoş gördük. Sağ olun, var olun. Təkrar olaraq söyləyirəm, bugün biz tütündən danışacağıq. Dostlar, Zemfira xanıma hələ sözü vermirəm, birbaşa sizə verirəm. Dostlar, siz tütündən istifadə edirsiniz? Mən heç vaxt etməmişəm və etmirəm də. Aha, Aydınxan müəllim. Eləmişəm. İndi? Yəni, təbii tütunu mənim rəhmətli anam paltarların içinə qoyurdu ki, onun iyindən, bilirsiniz də, tütünün iyindən bir çox güclər, qurtlar, qaçırlar, gedirlər və paltara zərər vermirlər. Hətta ilanın da xoşu gəlmir. Hətta, bəli. Amma siz yəni ki, söhbət tütün məhsullarından. Tütün məhsullarından, təbii. Yeni nəslə aydın olsun deyənə siqaret və papiros, eyni zamanda elektron siqaret, qəlyanlar və s. bunun kimi son illər tütün kimi təbii bir məhsulu mənfi, ziyanverici bir məhsula çevirən... Artıq elektron siqaretə icazə verilmir, məlumatlısınız da. Bəli, o əslində... Yaxşı təşəbbüs. Biz bir neçə dəfə bu verilişdə də toxunmuşduq o barədə, yadınıza gəlirsə. Həyatımızın özü kimi, hətta bir çox zərərli vərdişlərin virtual variantı yaranmağa başlamışdı. Aydınxan müəllim, üzr istəyirəm, sözünüzü kəsəcəm. Bu Ceyhun müəllimdən də soruşum. Siz tütündən istifadə edirsiniz. Demək, siz də istifadə etmirsiniz, Ramal müəllim də istifadə etmir. Heç vaxt çəkməmişsiniz. Təbii Zemfira xanıma aid deyil bu sual, o da çəkmir, mən də siqaret Xeyr olar, niyə Zemfira xanımdan soruşursunuz? Amma birazdan soruşacağım ki, çox təəssüflər olsun ki, qadınların sayı artıb. Bəli, son illər Zemfira xanımın həmcinsləri arasında, hətta gənclər arasında siqaret çəkənlərin sayı artıb. Buyurun, eşidək sizi Aydınxan müəllim. Bir siz tütündən istifadə etmişsiniz vaxtı ilə. Mən dediyim kimi də, yəni mənim yadıma gəlir,
biz uşaq olanda filtrsiz siqaretlər vardı, yadınıza gəlirsə. Astra siqareti deyəsən. Adamlar onu çəkirdilər, atırdılar. Tütün özü biraz zəhərli maddədir də, özündə də təbiilində də bir zəhər acılıq var. Sonra yağış yağanda onlar çaylara axırdı. Çaylara axanda bir çox çayda o tısbağalar vardı, qurbağalar vardı. Hətta görürdüm ki, didişdirir o tütün məhsullarını. Sonra o axırdı dənizə. Sözümün canı idi. Son vaxtda nə qədər qadağalar olsa da yenə də insanlar tütünləri çəkirlər. İndiki tütün məhsulları, o cümlələrində siqaret və filtrli siqaretlərin istehsalında 2000-ə yaxın mənfi və ziyanlı kimyəvi maddələrdə istifadə olunur. 2000-ə yaxın? 2000-ə yaxın, bəli. Biraz çox, biraz az. Üstəlik, tütünün özünü istehsal eləməsi üçün şirin su gedir, resurslarımız gedir, insan zəhməti gedir. Tütün yetişdirilən tarlada digər bitkilər bitmir, bilirsiniz də? Bitmir. Qoz ağacı kimi, feyxoa ağacı kimi o sevmir. Qısqanc bir bitkidir. Və onu istehsal edən xanımlar, qadınlar indi biraz avtomatlaşdırılır. Nə qədər xəstəliklər tutulur, bilirsiniz. Və üstəlik, tütünün siqareti var, siqaret kağızı var, daşınması var, logistik məsələləri var, satışı var, qadağalar var. Üstəlik, rəng istifadə olunur. Filtrin istehsalı ilə bağlı çoxlu kimyəvi və plastik maddələr, özü xırda plastik zərrəciklərdir ki, indi son vaxtda təəssüf olsun, tamaşaçılar bilir ya bilmir, uşağın yəni döldə artıq hissəcik, plastik hissəciklər tapılıb, ana südündə plastik hissəciklər tapılıb, 2 kilometrə qədər qazıblar, su çıxıb və onun tərkibində də plastik tüklər çıxıb. Və bu plastik tüklər, Zəfirə xanım, bu plastik tüklər həmin hissəciklərin çaylar, sular, dənizlər vasitəsilə okeanlara doluşmasının bir hissəsi də tütün məhsulları, onların istehsalı ilə bağlıdır. Baxın, gün ərzində tutalım Ramal bəy ya mən ya deyək ki, Ceyhun bəy ən azı 1-2 qutu siqaret, içində də 20 ədəd olur, düzdürmü? Siqaretin özü bir ziyandır, plastik hissəciklər, filtrlər və s. Hələ çəkəndə orada nə qədər şeylər olur və üstəlik ən önəmlisi filtr insan siqaret çəkəndə içinə o zəhərli maddələr getməsin deyənə orada bir normativ olaraq qoyulub siqaretlərdə. Filtrsiz siqaretlər satılmır, bilirsiniz. Həmin siqaretlə bağlı çaxmaq daşı varmı? Var. Zajigalka deyilir, alışqan. 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 Onun qazı varmı? Onu istehsal eləmək üçün nə qədər təbii sərvətlər gedir və həm alışqan, gün ərzində onun yandırılması, alışqan sonra bizim bir çox gənclərimiz götürür, divara çırpır, sındırır plastik zərrəciklər. Bütün bunların istehsal edilməsi və ən əsası gün ərzində 20-30 ədəd siqaret çəkmə o deməkdir ki, bütövlükdə dünyada siqaret çəkənlər ekologiyanı daha çox pozur. Nəinki maşınlar, zavodlar. Çünki biz maşınları məcbur eləmişik. Filtrlər qoyulsun, biz maşınları artıq elektrikə çevirmişik. Zavodlarda böyük filtrlər var, bilirsiniz, o təmizləyir nisbətən. Amma siqaretə biz qoya bilmirik bunu. Siqaret atılır, gelir çayda, hətta balıqların, hətta yekə balıqların qarnında biz siqaret filtrlərini görürük. Və tütün məhsulları da, yəni ondan istehsal olunan məhsullar. Yəni bu insanlar ən azı bunu düşünməlidir ki, biz nə üçün bunu edirik? Sizə zərərdir, sizin cibinizə zərərdir, xərçəng xəstəliyi, hətta mühit dedik də, o ekologiya məhvili və ekologiya ilə yanaşı sağlamlığa bir nömrəli, istər nəfəs, istər ağciyərlə bağlı xərçəng xəstəliyi məhz siqaretlə yaranır. Bəli, tütünlə yaranır, eləmi? Biz dövlət olaraq artıq bunu qadağan eləmişik ki, qapalı yerlərdə siqaret çəkmə olmaz. Hətta açıq yerlərdə müəyyən yerlər var, siqaret çəkməlisiniz, atmalısınız. Əgər eləməsəniz filan qədər cərimələnəcəksiniz. Məsələ ondan ki, bir var ki, tütün çəkən, tütün məhsullarından istifadə edən. Bir də var ki, passiv, yəni ona belə deyək də, tütün məhsullarından istifadə edən. Yəni sən evdə siqaret çəkirsənsə, uşağın artıq passiv siqaret çəkəndir. Və sən öyrəşmirsən, sənin orqanizmin uyğunlaşıb, uşaq öyrəşməyib, onun ağciyərini məhv edir. Niyə insanlar özlərini düşünmürlər, öz sağlamlıqlarını düşünmürlər? Ancaq o tütündən istifadə edirlər. Niyə? O insanda düzdür, asıllıq yaradır, o heç öz yerində. Amma Allah Taala bizə bir dəfə ömür verir də, bir dəfə yaşırıq. Niyə biz öz sağlamlığımızı ikinci, üçüncü dərəcəyə qoyuruq, Ramal müəllim? Niyə biz tütündən istifadə edirik? Niyə biz özümüz öz əllərimizlə özümüzü zəhərləyirik? Xərçəng xəstəliyi yaranır. Bunu mən demirəm. Bunu düşünən beyinlər deyir, alimlər deyir. Oturub bugünkü proqramı hazırlayarkən statistikaya baxırdım, alimlərin fikirlərini öyrənirdim. Demək, ağciyər xərçənginin yaranmasının ən birinci, bəli,
Bəli, ən birinci cəhətlərindən biri məhz tütündür. Ağız boşluğunda, nəfəs borusunda, dodaqlarda, üzün, hətta dəri xərçənginin belə yaranmasına səbəb olur. Dəri xərçənginin. Boğazda yaranan, Boğazda, bəli, qida yaranan. borusunda, bütövlükdə, inanırsınız, mən oxuduqca dəhşətə gəldim. Hətta özüm Mədə xoralarının böyük əksəriyyəti mədə xorasının yeməkdən 90% ondan əmələ. Bax, onu da siz deyirsiniz, yəni mən onu oxuyanda da gördüm. Qadınların tütündən istifadə eləməsi, bu barədə elə biz sonra danışacağıq. Ramal, sizi eşidək. Niyə insanlar özlərini zəhərləyirlər? Könül xanım, təəssüflər olsun ki, dünyada artıq pis vərdişlərin asılılığı çoxalmaqdadır. Bu bizim cəmiyyətdən də yan keçməyib. Siqaret tütün məhsulu da həmin zərərli vərdişlərdən biridir. Baxın, uca yaradan dünyanı, bu qalaktikanı gördüyümüz və görmədiyimiz, hələ elmə bəlli olan, olmayan yaradılışları nizamla yaradıb. O nizamlı yaradılışlardan biri də insandır. İnsan elə bir mexanizmdir ki, yəni insanın kipriyi, qaşı, orqanizmdə nə varsa bir hikmətlə yaradılıb. Onun mütləq ki, bir funksiyası var. Baxın, insan susuzlayır, bu təbii bir hissdir. İnsan acıb yemək yeyir, bu təbii bir hissdir. Təsəvvür edin ki, İnsan öz orqanizmdə, orqanizmin təbii tələbi olmayan qeyri bir məhsulu artıq bədəninə öyrəşdirir. Bu, istər narkotik olsun, istər alkoqol olsun, istər tütün olsun. Bir müddət bunu bədənə tanıdandan sonra bədən artıq bunu tələb edir. Bilirsiniz, siqaret özü psixoaktiv maddə olduğuna görə asılılıq yaradır. Onun tərkibində olan nikotin asılılıq yaradır və bəzən bu yüngül görsənsə də, məsəl üçün heroin və digər narkotiklərdən, bugün el arasında patı və şüşə deyilən narkotiklərdən, sintetik narkotiklərdən yüngül görünsə də, əslində nə qədər onlardan ayrılmaq çətindirsə, ən azı onun 50% qədər də siqaretdən ayrılmaq çətindir. Mən ətrafımda nə qədər adam tanıyıram ki, inanın illərdir cəhd edirlər ki, bu siqareti tərk etsinlər, tərk edə bilmirlər. Qaldı ki, həqiqətən də çox maraqlı bir sualdır və cavabını bilmədiyimiz bir sualdır. Biz həmişə marketə gedəndə, bir məhsul alanda onun üzərinə baxırıq. Bunun zamanı keçib-keçməyib. Bunun məqsədi nədir? Bu bizim sağlamlığımıza zərər vurmasın. Təsəvvür edin, bir Malirovanlı bir banka götürüb evinə bazarlıq eləyən bir kişi və yaxud bir xanım onun müddətinə baxır ki, mənə və mənim ailəmə zərər verməsin. Amma marketdən çıxan həmin kişi və yaxud da həmin qadın çox dəhşətli bir faktor ki, üzərində bu xərçəng xəstəliyinə səbəb olur yazılmış bir məhsula cibindən pul verir və onu gedib istifadə edir. Baxın, çox dəhşətdir. Yəni, həqiqətən də sadaladığınız o xəstəliklər ki var. Baxın, bugün aktual olan xəstəlik, bugün bilirsiniz də, dünyada şəkərdir, xərçəngdir, çox ön sıralardadır və kütləvi şəkildə ürək xəstə. Demək, birinci yerdə durur xərçəng, ikinci yerdə durur ürək, üçüncü yerdə durur. Neçə xərçəng xəstəliyi sayılır? Baxın, ağız tərəfindən qəbul olunur, düzdür, o tütün məmulatı. Ağız boşluğu, nəfəs borusu, qida borusu, ağciyərlər, mədə, nə qaldı? Nə qaldı? Deməli, baxın, bir siqaretin vurduğu, bir insanın özünə vurduğu fəsaddır. Bundan əlavə, sən artıq bir ata siqaret çəkirsə, təbii ki, bu artıq asılılıqdır. Siqaret çəkənlər bilirik. Balkona çıxır, vaxtı gəlib çatanda siqareti yandırıb, çəkib evə qayıtmalıdır. Düzdürmü? Bəli, tütündən istifadə edilir. Avtomatik olaraq bu atanın övladı varmı? Övlad artıq, bilirsiniz də, övladlar üçün bir yaşa qədər atalar qəhrəman olurlar. Ataların etdiyi bütün yanlışlar da övladlar tərəfindən doğru kimi qəbul olunurlar. Avtomatik olaraq ata evdə çox mənfi bir tendensiya qoyur, övlad onu çox yaxşı bir şey bilir və artıq həddibuluq yaşlarında məktəbdə əlinə fürsət düşən kimi atanın ona qidalanmaq üçün və yaxud müəyyən içki almaq üçün verdiyi pulu dərhal ona sərf edir. Ona görə yenə deyirəm, insanlar öz sağlamlığının qədrini bilməlidirlər. Allah bizə uca yaradan bu canı bizə əmanət verib. Biz pis vərdişlərdən uzaq olmalıyıq. Pis vərdişlər bizi öldürür. Biz tez özümüzü öldürürüksə ailəmiz başsız qalır. Yəni bacı qardaşsız qalır, qadın ərsiz qalır və yaxud da əksinə. Qadın da bunu istifadə edirsə, uşaqlar da atasız qalır. Yəni sən öz canıva, bu əmanət olan canı qəsd edirsən, buna xəyanət edirsən və bunun ictimai tərəfi də odur ki, sən
ictimai yerlərdə bunu istifadə edirsənsə, bunun qoxusu özü bir başqasının haqqına girməkdir. Və bunun ən azından 10%, 15% o zərər o qarşı tərəfə keçir. Yəni bir minik vasitəsində bir sürücü əgər məsəl üçün mən tütün məmulatından istifadə etmirəmsə, yanımda məsəl üçün Ceyhun bəy oturub istifadə edirsə, bu artıq avtomatik olaraq bunu mən də öz nəfəsimə çəkirəm axı. Mən də yəni 10 ildən sonra artıq qismən bunu istifadə etmiş kimi hesab olunuram. Yəni mən burada fikrimi tamamlayıram, sonra davam edərik. Ceyhun bəy dinləyək. Buyur Ceyhun. Mən də yoldaşların sözünə qüvvət olaraq demək istəyirəm. Mən biraz faktlarla çalışacağam danışmağa. Deməli, bildiyiniz kimi biz kütləvi yerlərdən istifadə edirik. Məsəl üçün ictimai yerlərdən şadlıq evi olsun, qeyri yerlər olsun, ümumiyyətlə mərasim evləri olsun. Deməli, bu mərasim evlərində tendensiya var. Yəni hər kəs də bilir ki, orada istifadə ediləmirlər. Görürsən, yəni heç kim istifadə ediləmir. Etik normaya çevrilir. Ancaq bu şadlıq saraylarında, qardaş, getmirsən məsəl üçün orada yeməyə. Baxırsan, sağda bir adam, solda bir adam bunu istifadə edilir. Deyə də bilmirsən ki, İştaha da öldürür. Deyə də bilmirsən ki, qardaş, keç məsəl üçün bunun xüsusi yeri var da, foyədə istifadə edilir. Mən buradan onu səslənmək istəyirəm ki, yəni bu məsələ burasındadır ki, bu insanlar ilk növbə özlərinə bir mənalı olaraq özlərinə bu, yəni ziyan edirlər. Bu heç. İkincisi, bu həkimlər də mən kifayət qədər həkimlərdə olmuşuq, görmüşük. Orada həkimlər də deyir ki, insan üçün ən təhlükəli siqaretdir, damar tıxanıqlığı və bir də alkoqol içkisi. Hər ikisi insanın ürəyinə gedən o damar orqanları. Tromplaşma. Onun stent vasitəsindən açırlar. Və məsələ burasındadır ki, bu nəsə, necə bir virusdur deyim, nədirsə, bunu savadlı adam da istifadə edir. Savadsız da adam da istifadə edilir. Akademik də yəni bundan istifadə edilir ki, bu vərdişdir deyə. Nədir? Yəni bilərək vaxtında nə vaxtsa atılan səhv addımın nəticəsidir ki, illər keçir, insan öz əli ilə ondan istifadə edir, özü zəhərləyir və çəkisi çox az olan hansısa bir əşya mı deyək də? Məhsul, bəli. O məhsulun qurbanına çevrilir. Gül xanım, əslində Ceyhun bəy çox maraqlı bir temaya toxundu, daha doğrusu problemə də. İndi biz dövlət olaraq qanunvericidə dəyişiklik olub ki, qapalı məkanda siqaret çəkmə olmaz və yaxud tütün məhsullarından istifadə etmək olmaz. İndi biz gəlsək, Ceyhun bəyin dediyi kimi bir toy məclisində aidiyyəti qurumlarının nümayəndələri polislə gəlib birlikdə başlasa kütləvi cərimə yazmaya, bir şivən qopardacaqlar, sosial medianı vuracaqlar bir-birinə ki, dövlət daha bilmir, nə eləsin, bizim cibimizə girir və s. Daha fikirləşmirlər ki, dövlət bunları düşünür. O qanunvericilik aktı dəyişmək üçün illər bizə lazım olur. Biz sizinlə birlikdə nə qədər maarifləndirmə elədik, dövlət nə qədər yalvardı, Səhiyyə Nazirliyinin xəbərdarlığı siqaretin və yaxud digər tütün məhsullarının üstündə vurulur da, düzdürmü? Nə qədər dedi ki, eləməyin, çəkməyin, bundan istifadə etməyin, bu sizə və ətrafdakılara ziyandır. Amma insanlar nəyə görəsə? Bizim ətrafımızda olan insanlar, məsəl üçün mən şahid olmuşam, siz də təbii ki, görmüşsünüz bunu. Bu oruçluq ayında kifayət qədər oruç tutan şəxslərimiz görürsən ki, gün ərzində çəkmirlər. Məsələ burasındadır ki, bacarırlar da. İftar vaxtı elə birinci bu siqaretdən istifadə edirlər. Elə bunun göstəricisi ona yüngül yanaşmaq olmaz. Sözüm keçən insanlara deyirəm ki, yəni qardaş, sən dözürsən də bunu 10-12 saat gözləyirsən. Deməli, sən bunu eləyə bilirsən. İftarda xurma ilə, su ilə açılırlar, bunlar siqaretlə açırlar, tütünlə. Bilirsiniz, biz heç vaxt çəkməmişik deyə, yəni asılıq olmayıb deyə biz onu anlamırıq. Amma siqareti tərk edən iki şəxs bir-birinin yanında oturanda sanki iki narkotik aslısı bir-birini anlayırmışlar kimi danışırlar. Deyirlər, bax, sən bizi anlamazsan. Həqiqətən də bizim bədənimiz, beynimiz tələb eləyir onu. Beyin. Özü də sizə bir söz deyim, Zemfər xanım. Yəni, böyük qurumlar var, ticarət mərkəzləri və o tütün məhsullarını istehsal edən yayımçılar. Biz onların da başa düşürük də pul qazanmalıdırlar. Onlar hətta görün nə edirlər. Tütün məhsullarını imtina edən şəxslər üçün tütün əvəzləyici və nikotinlə bağlı müəyyən maddələr, məhsullar istehsal etməyə başlayırlar. Gördülər ki, buna da çox girişə bilmirlər, başladılar elektron siqaretlər, elektron qəlyanlar və qəlyanlar. Qəlyanlar da biz ki, tütün məhsullarının ən ziyan verici, ən ziyanlısı qəlyandır. Ən ziyan verici, hissəsidir. Ağciyər xəstəliyinin və bu nə deməkdir?
insanların savadsızlığından, maarifsizliyindən istifadə edib bəzi işbazlar başlayırlar bundan istifadə etmək. Mən bir dəfə Gəlin belə eləyək, gəlin indi reklama Reklamımız da, ayrılaq. hə? Bəli. Biz bugün tütündən danışırıq və Aydınxan müəllim fikrini söylədi ki, ən təhlükəlisi qəlyandır. Qəlyandan istifadə edənlər. Bilin ki, əgər bu məhsuldan istifadə edirsinizsə, xəstəliklərə hazır olmalısınız. Reklamlar. Və televiziya tamaşaçılarına da təşəkkür edirəm ki, bizi izləyirlər. Çox sağ olun. Bugün biz tütündən danışırıq. Yenə də söyləyirik. Bugün də, dünən də söyləmişik, bugün də söyləyəcəyik, sabah da deyəcəyik, hər zaman deyəcəyik. Tütündən uzaq durun. Öz sağlamlığınızı düşünün, geni fondunuzu düşünün, gələcəyinizi düşünün, övladlarınızı düşünün. Bilin ki, tütünlə başlayan həyatın sonu yoxdur, xəstəliklərlə zəngin olur həmin insan. Cəmaət gedir, işləyir, pul qazanır, siz isə kimlər ki, o tütündən istifadə edir, tütün məhsullarından istifadə edir, onlar da xəstəliklər qazanırlar. Niyə? Niyə özünüzü məhv edirsiniz? Niyə? Çox təəssüflər olsun, Aydınxan müəllim, üzr istəyirəm. Çox təəssüflər olsun ki, tütündən, tütün məhsullarından istifadə edənlərin içərisində qadınlar da var. Zemfira xanım, eşidək sizi. Mən, bax, kimsə yanımda hansısa bir xanım tütündən istifadə etsə, baxıram, açıq deyim, məndə antipatiya yaranır da, yəni nəyə lazım? Mən Azərbaycan qadına yaraşdırmıram, açıq deyim. Bəzən onu müasirliklə göstərilir ki, mən müasir bir xanımam. Onun müasirliyə nə aidiyyatı var? Mən məgər geridə qalmışam? Yox. Amma onu, misal üçün, mən qəbul etmirəm. Siz qəbul edirsiniz. Xeyr. Heç kim bunu qəbul etmir. Gülüzdür bu iddia. Mən bilən, Köyün xanım, bizim gənclərimiz oturublar burada. Və heç bir gənc istəməz ki, onun həyat yoldaşı siqaret çəksin, yəni tütündən istifadə eləsin. Yəni, və elə bir xanımla da evlənməzlər. Mən bir şey vurğulayım. Ümumiyyətlə, tütünün Avropaya gəlməsi ilə əlaqədar 16-cı əsrdə ilk dəfə Kolumb Hindistanı kəşf eləməyə əvəzinə, bilirsiniz də, Latin Amerikasını kəşf edib və ilk dəfə də oradan gətiriblər o tütün məhsullarını. Tütün məhsullarını orada yerli aborigen əhali ondan müəyyən ağrıların kəsilməsi üçün, deyək ki, biraz bihuşdarı kimi belə istifadə edirdilər. Məsəl üçün, kəsiklər olanda, yaralar olanda o ağrıları kəsmək üçün ondan istifadə edirlər, onun tüstüsündən. Amma çox təəssüf olsun ki, Avropaya gələndən sonra və bu Avropada bu yayılmağa başladı və sonradan isə kapitalizm dövründə işbazlar bundan öz məqsədləri üçün, yəni qazanc mənbəyi kimi istifadə edib və insanlar arasında bu çox yayıldı. Bizdə Azərbaycanda deməli bir dövrdə, deməli Sovet dönəmində şimal rayonlarımızda var idi, plantasiyalarımız vardı, böyük plantasiyalar var idi, amma o vaxt daha çox idi. Və sonradan deməli ölkə rəhbərlikləri də baxdılar, gördülər ki, bu insanların ən çox da qadınların sağlamlığına çox ziyandır. Çünki həmin o plantasiyalarda o məhsulları toplayan, onları qurudan əsasən qadınlar idi və onların evladlarının, deməli dünyaya gələn evladların ölüm halları çoxaldı, özlərinin xəstəlikləri, müəyyən xəstəliklər meydana gəldi və ona görə də plantasiyalar ümumiyyətlə azalmağa başladı. İndi qısa bir az saxlanılıb, o da müəyyən fermerlər onu saxlayıblar öz qazanc mənbəyi kimi. Bütün ümumiyyətlə, bilirsiniz, o... Zemfira xanım, çox üzr istəyirəm. Ola bir söz deyim, yəni bu yerdə məqamıdır. Belə çıxmasın ki, biz kol olaraq tütünə qarşıyıq. Tütün kolu və yaxud bitkisi ilə tütün məhsulları tamam fərqlidir. Əgər siz onu istehsal edib sigaret kimi çəkirsə və yaxud papiros kimi və yaxud digər məhsullar, qəlyan kimi, o başqa şeydir. Özü-özündə tütünün bitkisi çox böyük faydaları var. Bilirsiniz, onun zəhərindən, onun bitkinin yarpağından və ümumiyyətlə onun məhsulundan çoxlu məhsullar istehsal olunur. Çünki bunu mən nə üçün deyirəm? Ölkə başçısının Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı bilirsiniz ki, dövlət proqramı qəbul edilib. O proqram məhz bax, onun dərman tərəfi, əzaçılıqda istifadə etməklə bağlıdır. Bunu bəzən insanlar qarşıdırlar, deyirlər ki, nə üçün əgər belədirsə, bütövlükdə qadağalanmır. Onsuz da mərhələli qadağalar var və gəlir. Amma o demək deyil ki, həmin kola qarşıdır bu. Buyurun. Və xəstəliklər barədə bu haqda danışdıq. Yəni, orqanizmlərə, Aydınxan müəllim və digər bizim gənclərimiz
danışdılar. Amma mən bir şey də vurğulayıram ki, bu qadınlarımız arasında çoxalması ilə əlaqədar deyək ki, bir tendensiya yaranmışdı. Qadınların bir neçə il bundan öncə, 10 il, 15 il bundan öncə daha çox idi. Xanımlar müəyyən restoranlarda, kafelərdə görsən otururlar və siqaretlər çəkirdilər. Amma çox gözəl bir haldır ki, indi azalıb. Bu tendensiya azalıb. Nisbətən yaşlı xanımlar var ki, onların arasında qalıblar. Belə, amma cavanlarımız çəkiliblər bundan. Və ümumiyyətlə xanımlarımızın siqaret çəkməyi ilə əlaqədar bəlkə də olsa maarifləndirmə çox aparılıb. Bəlkə də ola bilsin ki, o xarici seriallara az baxsınlar. Bəli, bəlkə ona görə ki, onlar baxırlar ki, oğlanlar bir belə rolikdə var idi ki, deməli qız ailə qurmaq istəyir və onun nəfəsindən o tütün iyi, siqaret iyi gəldiyinə görə oğlan ona imtina eləyir. Və ola bilsin, bütün bunların da əlbəttə ki, təsiri var ki, bizim xanımlarımız siqaretdən indi az istifadə edirlər. Amma bu xərçəng xəstəliyinin əmələ gəlməsi bax o tütünlə bağlıdır. Mən bir şey vurğulayım ki, mənim öz yaxın qohumlarım, öz atam da deməli tütündən istifadə edirdi və o ağciyər xərçəngindən çox cavan dünyasını dəyişdi. Allah rəhmət eləsin. Allah eləsinə rəhmət eləsin və bu mənim üçün çox ağır bir zərbədir. Və mən heç vaxt da onu yaddan çıxarda bilmirəm ki, yəni doğrudan da mənim gözümün qabağında olan bir şeydir. Və mən hətta dərs dediyim tələbələrimə də bu haqda həmişə məlumat verirəm ki, yəni tütünün nə qədər ziyanı var. Təkcə özünüzə deyil, o pasiv dediyi əhali kütləsi ki var, onun ətrafında olan insanlar, onlar daha çox zəhərlənirlər. Təsəvvür edin ki, mən siqaret çəkirəm və onun tüstüsünü mən az öz orqanizmimə ötürürəm. Amma ətrafda olanlar onunla nəfəs alırlar deyə, onlar daha çox onu öz ağciyərlərinə ötürürlər. Və ağciyərlərdə bilirsiniz də, onlar öskürürlər səhər-səhər yuxudan duranda, onlar çünki oksigen çatmır deyə onların ağciyərlərinə. Çünki bizim ağciyərimizdə 1 milyarda yaxın xırda alveollar var. Həmin o alveollar təsəvvür edin ki, onların yarısı siqaret çəkən, deyək 20 il siqaret çəkən bir insan, onun yarısı məhv olur. Və qalır yarısı. O yarısı qaldığına görə orada ağciyərdə qazlar mübadiləsi getmədiyinə görə, çünki orada mütləqdir ki, deməli o oksigeni alsın, onu ötürsün, deməli qan damar sisteminə və karbon qazını versin. Bu getmədiyinə görə o başlayır öskürməyə, boğulma halları əmələ gəlir. Eyni zamanda damaq xəstəlikləri də yaranır. Bəli, o boğulma halı olduğuna görə də qanda deməli, oksigen olmadığına görə bizim orqanizmimizdə toxumalar başlayır ölməyə, məhv olmağa. Deyək ki, burada ağciyərin bir hissəsi deyir ki, məhv olur, qaraciyərdə sirroz əmələ gəlir. Ən çox da mədə-altı vəzi, ən çox da mədə-altı vəzi ki, hansı ki bizim orqanizmimizin bir 60%-ni idarə eləyir o. Maddələr mübadiləsi, qidanın həzmi və s. 12 barmaq bağırsağı bilirsə, insulin ötürülməsi. Bax, şəkər xəstəliyinin özü. Şəkər xəstəliyinin özü də elə, bax o tütündən istifadə edən mədə-altı vəzi sıradan çıxsa başlayır da. Bəli, çünki mədə-altı vəzidən başlayır deyə, çünki insulini istehsal eləyən mədə-altı vəzidir. Və ona görə də biz üzümüzü tuturuq buradan bizim gənclərimizə, bizim xanımlarımıza. Əgər doğrudan da sağlam evlad dünyaya gətirmək istəyirsinizsə, siqaretdən uzaq olmaq lazımdır. Ümumiyyətlə, tütün məhsullarına uzaq olmaq lazımdır. Gənclərimiz sağlam olmaq istəyirlərsə, çox yaşamaq istəyirlərsə, gözəl olmaq istəyirlərsə, dəriləri rəngi şəffaf olsun deyə elə xanımlarımız özü də tütündən istifadə etməsinlər. Tütündən istifadə etməyin, əziz xanımlar. Biz xanımlar hər zaman gözəl görünmək istəyirik. Biz xanımlar hər zaman təravətli görünmək istəyirik. İstəyirik ki, bizim üzümüzün dərisi də gözəl olsun, əllərimizin rəngi, belə deyək ki, bu ağız nahiyəsi, zəhmət olmasa mənə təqdim edeyim, bu ağız nahiyəsi, buralar qaralmasın, dişlər qaralmasın. Hələ xəstəlikləri demirəm də, mən vizual olaraq gözəllikdən danışıram. Eyni zamanda qoxu deyilən bir şey var. Siz təsəvvür eləyin xanımlar, sizə hansısa bir bəy yaxınlaşırsa və siz onunla danışarkən sizdən siqaretin, tütünün qoxusu gəlirsə, hansı bəyə bu xoş olar? Heç birinə. Heç birinə. Siz əgər gülərkən sizin dişləriniz çox saralmış bir vəziyyətdə olursa, olur elə bir rəngi, o yumaqla da getmir də, yəni o olursa, qarşınızda olan, istəyir bəy olsun, istəyir xanım olsun, istəyir uşaq olsun, kimə xoş gələr?
heç kimə. Siz özünüz özünüzə güzgüdə, aynada baxarkən hansı kremlərlə, hansı o üzün dərisini dəyişən kremlərdən istifadə etməlisiniz ki, sizin üzünüzün dərisi hamısı eyni rəng olsun. Nə qədər siz o kremlərdən istifadə edəcəksiniz? Yəni, özünüzü düşünün, gözəlliyinizi düşünün, xanımlığınızı düşünün. Heç bir xanıma tütün məhsulları yaraşmır. Bu müasirlik deyil. Bu, insanın özünə qarşı olan laqeydliyidir. Bizim reklamlarımız var. Emin, reklama keçək? Aha, gəlin biz reklam fasiləsinə keçid alaq. Reklamlardan sonra Aydınxan müəllim sizi dinləyəcəm. Ürəyim doludur. Ürəyiniz doludur. Boşaldarsınız ürəyinizi. Reklamlar. Üz-üzədəyik, təşəkkür edirəm ki, bizi izləyirsiniz. Reklam fasiləsi bitdi. Reklam fasiləsində də biz tütündən danışırıq. Onun törətdiyi fəsadlardan danışırıq. Açığı üst-üstə deyirik. Yəni, bizim bu təqdim etdiyimiz proqramlardan kimlərsə faydalanacaqmı? Yəqin ki, faydalanacaq. Nəyə görə bu sualı verdim? Çünki proqram efirdə olarkən bizə zəng gəlmişdi və söyləyirdilər ki, Könül xanım, mən bugün səhər-səhər işə gedərkən radioda da tütündən danışırdılar, tütünün törətdiyi fəsadlardan. Və gəlmişəm evə, televizora açmışam, görürəm siz də tütündən danışırsınız. Niyə bu qədər tütündən danışırsınız? Sual verdiniz, indi həmin sualı mən də cavablandıracağam və ekspertlərimiz də cavablandıracaq. Niyə danışırıq? Ona görə danışırıq ki, bizi izləyən tamaşaçı bilsin ki, tütünün törətdiyi fəsadlar nədir? Tütündən istifadə etmək, tütün məhsullarından istifadə etməyin sonu hara aparır? Qara torpağa. Tütündən istifadə etdikdə müxtəlif xəstəlikləri tapırsınız və xəstə insan da istər-istəməz nə belə şux olur, nə rahat olur, ailədə də narahatçılıq olur. Ən əsası özü narahat olur ki, bu adam xəstədir. İndi bizim məqsədimiz budur. İndi hörmətli ekspertlər. Sizləri istəmirik. Bəli. Hörmətli ekspertlər. Niyə? Bax, söylüyor, radioda da danışılırdı, siz də danışırsınız. O xəbərləri izlədik, xəbərlərdə də bununla bağlı sujeti izlədik. Niyə bu qədər danışılır? Niyə? Cavab verin. Çünki biz xəstəxanalara gedirik, ağciyərlə bağlı problemli olan ən gənc uşaqlarımızı, gənclərimizi orada görürük. Biraz danışdıranda məlum olur ki, tütün məhsullarından istifadə edirlər, məlum olur ki, onların evində tütün məhsullarından istifadə olunur və s. və ilaxır. Amma hələ bizdə o qədər də kritik deyil. Məsələn, qardaş ölkələrə baxanda, İran, Türkiyə və yaxud dost ölkələr, ya Rusiya olsun və digər ölkələr, orada tütün məhsullarından daha çox istifadə olunur, nəinki bizdə. Özü demək istədiyim ki, dünyada bir tendensiya yaranıb. Gənc nəsil tütündən imtina ilə bağlı bəyanatlar verirlər. Siqaretlər çəkilmir və s. qəlyanlardan imtina olunur və s. və ilaxır. Amma biz nə qədər ağıllı olsaq da, burada diskussiya edirik, danışırıq. Həmin o tütün məhsullarını istehsal edib, yayımında maraqlı olan şəxslər artıq formatı dəyişirlər. İndi baxın, nə qədər qutular var ki, onlarda xüsusi aparatlardır, alışqansız, zadsız, yanmadan da tütünü çəkirlər. Elektron siqaret və elektron siqaret əvəzləyicisi və s. və ilaxır. Və yaxud, məsələn, mənim dostum Hörmətli Ramal bəy ad günümdə mənə bir ətir bağışlamışdı. Ətir nə iyi versə yaxşıdır sizin fikrinizdə? Tütün? Xeyr ola. Niyə reklam eləyirsiniz? O deyimdə bayaq axı siz dediniz ki, biz tütünün təyinatı üzrə tənqid edirik. Ətir kimi istifadə edəndə sizin üzərinizdən yaxşı qoxu gəlir. Tütün iyi, yaxşı sizə qoxudur. kompliment söylənilir. Hörmətli Ramal bəy. Bəli, tabako qoxusu gözəl. Mənim maşında hal-hazırda istifadə etdiyimdə odur. Siz məni və mənim kimi insanları tütün ətri ilə aldadaram, təhtəşürünmə təsir edirsiniz və məni itəliyirsiniz qalyan çəkməyə, tütün məhsulları çəkməyə və digərlər. Niyə belə edirsiniz? Çünki sizin yarım əsrdən çox ömür yaşamısınız. Bəli. Və bu ömür ərzində siz əgər ona alədə olmamısınızsa, siz bundan sonra da intellektual, savadlı, cəmiyyətə müsbət mesajlar verən bir insansınız, bir ziyalısınız. Siz bundan sonra ona yoluxma ehtimalınız, vərdiş alma ehtimalınız yoxdur. Baxın. Bir də yenə deyirəm, ziddiyyətli danışdınız. Siz bayaq dediniz ki, biz ümumilikdə tütünü tənqid etmirik. Təyinatı üzrə. Bir şeyin təyinatı ətirdirsə, bilirsiniz, ilanın zəhəri
ilan nə vaxt adamı vuranda, çalanda insan ölür, amma o zəhərdən məcun da düzəldirlər ki, hansısa mərizə, hansısa mərizə, bəli, görürsünüz bir yerdə öldürücüdür, bir yerdə, bu da belə sizin yəni. fikrinizdir, amma ümumən götürəndə bağışlanan aksesuarlardan tutmuş, hədiyyələrdən, ətirlərdən tutmuş bir çox cəhətlər var ki, hətta saqqızlar indi o qoxulu saqqızlar və yaxud nikotin çeynəmək üçün tərkibli nəyəsə konfetlər istehsal olunur. Bunlara qəti qadağan qoymaq lazımdır. Baxmayaraq ki, necə ki, supermarketlərdə biz yenə də deyirik, niyə supermarketlərdə əsas yerlərdən birində, yəni kassa aparatının yanında tam göz önündə, çox qalır. Orada tütün məhsulları reklam olunur və yaxud satışını təşkil edirlər. Niyə orta məktəb ətrafında bizdə köşklərdə tütün məhsulları, energetik içkilər burada satılır, reklam olunur? Niyə biz valideyn, məsuliyyətsiz valideyn olaraq öz uşağımızı siqaret almağa göndəririk və mağazada işləyən şəxs bilə-bilə ki, dükanda işləyən şəxs bilə-bilə ki, buna dövlət çox ciddi nəzarət edir və cərimələyəcək. Yenə də filan kəs tanıyıram, gələ verdi, aldı uşağa. O uşaq bir dəfə siqaret alır, 2 dəfə alır, 3-cü dəfə deyir ki, bu pis olsaydı atam niyə çəkirdi? Demək, bir dəfə də kimdənsə o siqaretdən alıb özü çəkməyə başlayır. Və bütün bunlar o qədər bir-birinə bağlıdır. Bizim təşəkkürümüzə, ictimai düşüncəmizə o qədər təsir edir. Mən deyirəm, Allah əlbəttə zarafat elədim bunu. Bəli, bəli, yəni, təbii. Birazdan yəni ki, biz digər məsələlərə, İndi bir məsələyə toxunaq, üzr istəyirəm, bir məsələyə toxunaq. Siz uşaq dediniz, çox həssas məsələdir. Uşaqlarımızı da qorumalıyıq. Hər birimizin evində uşaq böyük. Və bizim evdə də, ailədə də 2 oğlan böyür. Bir gün işdən gələrkən məktəbdən mənə zəng gəldi. Təlim-tərbiyə üzrə direktor müavini mənə zəng elədi ki, Könül xanım, bir valideyn olaraq istəyirəm məlumatınız olsun ki, biz Zauru məktəbin tinində etiraf edirəm. Bir oğlanla birgə gördük və onun əlində kameraya düşmüşdü. Onun əlində tütün məmulatı var idi, siqaret. Siz Ceyhun, biz bir yerdə gəldik. Bəli. İnanın mənə, mən nə hala düşdüm, Dərhal, hələ maşının içində heç biz evə çatmamışdıq. Dərhal müəllimlə danışdıq, hamı ilə danışdıq, o tütün hardan gəlib, necə. Uzun sözün qısası, əməlli başlı elə maşının içində araşdırma işi getdi. Yəni, dərhal üzərinə düşmək lazımdır. Və qoy onu da söyləyim, Ceyhun polis adıyla, Zaurla əlaqə saxladı, polis adıyla. Ki, şikayət daxil olur. Nəzərə alın ki, Zaur verilişə baxır, ha? Yox, indi müəllim yanındadır. YouTube-dakı da baxacaq. Polis adı ilə müraciət ona zəng elədi ki, bizə zəng gəlir. Başqa şeydən nəzərə alın, polis adı ilə və bilirsiniz, ancaq geri vaxtında düşəsən. Nə oldu ya axırı? Əlbəttə, onun qarşısı alır və öyrəndik ki, kim verib bunu sənə? Həmin adamı tapdıq, həmin adamın valideyninlə danışdıq. Özü də oğlunuz idmançıdır sizin. Bəli, biz danışdıq ki, olmaz belə şeylər eləmək. Siz özü istifadə eləmişsiniz, hələ bir üstəlik buna da təklif eləmişsiniz. Mən, misal üçün, uşaqlara baxmayaraq yeni yetmədir, mən onlara ən çox pul versəm 1 manat verirəm. İstəmirəm, deyirəm, gedir nəysə alar. Yəni, bunun qarşısını almaq lazımdır. Biz uşaqları danışdıq, qoy bir məsələyə də toxunaq. Tütündən istifadə edirik. Gəlin, buna da toxunaq ki, bir dənə tütündən istifadə edib meşəyə atsaq, böyük bir yanğın baş verər. Mən istəyirəm Ceyhun danışsın bu barədə, yəni bu ailəyə də aiddir. Bəli, bildiyiniz kimi, yəni hər birimiz də bunu görmüşük. Azərbaycanın özündə də, bizim qonşu Türkiyə dövlətində də dəfələrlə meşə yanğınları olub. Bu da təbii ki, yay aylarına təsadüf eləyir. Bizi kimi müəyyən şəxslər o tütünün hansı ki atılan hissəsini atır, ora gedir və ya maşın sürərkən onu istifadə edilir, atır, taxıl zəmi sahələrinə, otaracaq sahələrə, quru vaxtı və meşə yanıqlarına səbəb olur. Bu cümlədən də həm özlərinin həyatı təhlükə, o cümlədən də hüquq mühafizə orqanlarına həmin anda zəng olunur, Fövqəladə Hallar Nazirinin əməkdaşları ora cəlb olunur və o neçənci çağırış dərəcəsinə belə yüksəlir. Nəticə olaraq bütün orqanlar, strukturlar, icra hakimiyyəti orqanlarından tutmuş, Fövqəladə Hallar Nazirinin
əməkdaşları Məşğul olunur, bəli. o işlə məşğul olurlar və nəticə olaraq qonşu Həyatları təhlükəyə düşür. Bizim Fəhlə Fövqəladə işlər. Hallar Nazirinin əməkdaşları da və rəhbərlik də dəfələrlə Türkiyədə olan yanğınlarla bağlı köməyə getdilər. Nə qədər olsun öz həyatlarını Gid yanğın söndürürlər. Bəli, öz həyatlarını bizim Fövqəladə Hallar Nazirinin əməkdaşları təhlükəyə atırlar, özləri xəsarət alırlar. Məsələ burasındadır, bu kiçik bir tütünün tullantısından əmələ gələn faciədir. Baxmayaraq ki, bizim təbii fəlakətlər də var. Məsələ burasındadır ki, bu bilirik ki, təbii fəlakətlər insan yaratmır. Yəni təbiətin Adı üzərindədir, təbii fəlakətdir. Təbiətdən yaranan bir vəziyyətdir, fəlakətdir. Amma buna baxmayaraq bizim özümüzün yaratdığımız fəlakətlər Heç də təbii fəlakətdən azdır. Betər olur. Buna baxmayaraq da Ceyhun bəy, bax keçən dəfə bir yanğınla bağlı zəng gəlmişdi. Nədən olmuşdu? Deyin onu. Yanğınla bağlı nədən zəng gəlmişdi? Bəli, sağ olsunlar. Mən hadisə yerində mən özümdə oldum. Operativ bizim yanğını söndürən əməkdaşlar sağ olsun. Biz özümüz də zəng vurduq. Onlar da hadisə yerinə gəldi. Məsələ nədən qaynaqlanır? Deməli, cavan uşaqlar tələbə qalan bir kirayə yerində həmən otağın içində istifadə ediblər o tütündən. Qoyublar, keçib pərdə, ev avadanlıqlarına. Nəticə olaraq binada 17-ci mərtəbədə bina və bütün binanı sağ olsunlar, bütün Fövqəladə Hallar Nazirinin əməkdaşları töküldü. Özlərini hələ təhlükəyə atdılar. Boğulanlar da var idi. Onları təcili yardım onların gəldi özlərinə köməyə. Yəni sağ olsunlar ki, özlərini balaca tütünün kötüyü nə boyda? Bu onun təbii fəlakətləri, bu onun vurduğu mülkə, məsuliyyətsizdən gələn mülkə, mala. Məsəl üçün mənim öz gözümün qabağında böyük bir iş adamının böyük bir ambarı məhz orada çalışan fəhlənin o siqaret səhlənkarlığından, bəli, yəni böyük bir mülk yandı da, yəni. Bəli, zərər vuruldu. Biz bunları bir istisna hal kimi götürək. Bu onun hələ yüngül tərəfidir. Niyə yüngül tərəfidir deyirəm? Baxın, 100 milyonlarla insan bunu istifadə edir dünyada və onlar öz həyatlarını, ölümlərini tezləşdirirlər. Və təəssüfləndirici məqam odur ki, bunların içində xanımlar var. Bir xanım bir anadır. Bir xanım gələcəkdə dünyaya övlad gətirən bir anadır. Düzdürmü? Bax, biz deyirik genofond. Genofond nədən ibarətdir? Əgər biz tək öz məsuliyyətimizi daşımırıq. Biz həm də bir vətəndaş olaraq, biz milli bir məsuliyyət daşıyırıq. Çünki bir ananın dünyaya gətirdiyi bir övlad gələcək Azərbaycan əskəridir. Gələcək Azərbaycanın müxtəlif peşə sahələrində çalışan bir vətəndaşdır. Sən dünyaya şikəst bir vətəndaş da gətirə bilərsən. Amma cəmiyyətə, öz ölkə və öz vətəninə sağlam bir vətəndaş da bəxş edə bilərsən. Sən cəmiyyətə sağlam bir vətəndaş bəxş etməyin üçün bunun başlanğıcı öz sağlamlığının qeydinə qalmaqdan keçir. Aydınxan müəllim bayaq bir səthi toxundu bu məsələyə. Mən həm məyus oldum, həm də bir qədər sevindirici bir məqam oldu. Mən qonşu Türkiyə dövlətində olanda, onlar da bizim qardaş, dost dövlətdilər. Orada, övladım orada təhsil alır, onunla bağlı oraya getmişdim. Allah saxlasın. Mən həqiqətən də, yəni çox sağ olun, təşəkkür edirəm Aydın müəllim. Mən çox məyus oldum. Yəni kütləvi şəkildə xanımların restoranlarda, kafelərdə ailəlik oturub siqaretdən istifadə etdiklərinin şahidi oldum. Bizdə bu biraz həm də əxlaqi bir normalar var da bizdə. Bizdə böyüklərin yanında siqaret çəkilməz. Bəzən siqaret çəkən xanım yad kişi görəndə belə onu gizlədir. Bu həm siqaret çəkmək bir estetik cəhətdən pis görülür. Yəni estetik cəhətdən biraz etik görülmür. Belə deyək, yəni sən siqareti içinə çəkirsən və bunu kənara üfürürsən. Bu kişinin də elə timsalında pis görünür, amma bir qadının timsalında daha pis görünür. Amma sevindirici məqam nədir? Mən oradakılara deyirdim ki, yəni bizim türk dostlarımıza deyirdim ki, qardaşlar, dostlar, yəni mən çox, hətta belə dedim, sanki mənim gedib qəlbimə bir bıçaq sapladılar, burada bir şeyin şahidi oldum. Dedilər, nəyin şahidi olmuşsan belə? Dedim, xanımların öz ərləri ilə, öz övladları ilə oturub belə siqaret çəkməsi, düzdür, təəssüfləndirici. Amma bu artıq bizdə bir qidalanma kimidir. Bu artıq bir normativ kimi bizdə qəbul olunub. Adət kimi. Bəli, adət kimidir, bir normativdir. Amma bu yerdə mən bir söz deyim. Yeri gəlmişkən, dünən belə bir informasiyanı aldıq ki, artıq Türkiyədə dövlət proqramı hazırlanır. 2040-cı ilə qədər tütün məhsulları, tütünlə bağlı olan istənilən ya elektron, ya real məhsulların qadağan edilməsi, onların həm istehsalı, həm satışı,
həm də yayımı ilə bağlı bir qadağa gəlir. Olsa yaxşı olar, amma İnsanlar indi deməli. özlərini ona hazırlamalıdır. Həm Türkiyədə, həm də yəqin ki, o bizdə də belə bir şey olacaq. Çünki söhbət əlbəttə ki, mənfi mənada tütündən istifadədən gedir. Çünki bu sizə deyim, bu millətin və xalqın sağlamlığına çox böyük təsir Genofob edir. dediyimiz o Keçmişdə aydın. bizdə 8 uşaq vardı. İkisi siqaret çəkəndə bilirdi ki, 4-ü siqaret çəkmir və yaxud sağlam olacaq. İndi təsəvvür edin ki, 1 və 2 uşaqlı ailələrdir. Onun biri də elə siqaret çəkib və yaxud tütün məhsullarından istifadə edib sağalmaz xəstəliyə düçar olurlarsa bu ailə məhv oldu. Buyurun. Ay Zemfirə xanım da üzr istəyirəm. Buyurun, Zemfirə buyurun, xanım öz Zemfirə fikrini xanım. söyləsin. Buyurun. Zemfirə xanım, tütündən istifadə edən qadınlar ana olarkən xəstə uşaqların dünyaya gəlməsi böyük ehtimal olur. Bəli. Bu barədə. Mənim oğlum dedi bayaqlar, doğrudan da Azərbaycan xalqının genofonduna çox mənfi təsir göstərir. Çünki doğrudan da qadın anadır, qadın dünyaya evlad gətirir və əlbəttə hər bir qadından, hər bir xalqın özün də arzusu ondan ibarət olar ki, onun vətəndaşı sağlam olsun. Bəli. Və ananın da əsas məqsədi odur ki, sağlam dünyaya evlad gətirsin. Əgər doğrudan da xanım siqaret tütündən istifadə edirsə və əlbəttə ki, burada birinci növbədə öz sağlamlığına ziyandır, ikinci növbədə onun evladına ziyandır və mən inanmıram ki, bizim deyə bəylərimiz o qədər bu məsələyə qadınlar özləri siqaret çəksələr də, özləri tütündən istifadə etsələr də, amma qarşı tərəfə qarşı onlar çox həssasdırlar. Bəli. Yəni, mən bayaqlarda vurğuladım ki, heç bir bəy istəməz ki, onun həyat yoldaşı siqaret çəksin, tütündən istifadə eləsin və deyək ki, yanında xanım oturub, siz dediyiniz kimi, Türkiyədə olan kimi, onun yanında xanım siqaretdən istifadə eləsin. Hətta siqaret çəkən ata belə istəmir ki, övladı siqaret çəksin. Bəli. Ən maraqlı cəhət nədir? Bizim mental dəyərimizdə var. Elə bilirsiniz ki, atanın yanında siqaret çəkmək ayıbdır. Ayıbdır. Utanmalısan. Və onu deyək, Elə belə biraz- edib. biraz Ata ədəb və məsələsi. valideyn Ədəb böyüklər hətta utanmağı əslində o qadağan eləmək üçün. Bəli, yəni bəli. o uşaq eləməsin. Mənim atamın, mənim əmim oğlanları heç vaxt mənim atamın yanında əllərini tütünə Bax, vurmazlar. mənim indi bibim siqaretə oğlanları vurmazlar. var, düzdür, Heç təəssüf vaxt. olaraq çəkir, Baxmayaraq amma onlar da artıq gizlədirlər. özləri ailə başçısıydı, böyük uşaqları var, amma o bilmirəm də, atanı görəndə həmişə gizlədərdilər, bildirməzdilər. Və bu da düz deyirsiniz. Bu da onu yaradır. Həmin o qadağandır. Yəni Qadağandır, eləməyin. bəli. Bir də Eləməyin. fitri bir his var Olmaz da. da, olmaz. Yox, fitri bir his var da. Fitri his odur ki, bu ədəbsiz bir şeydir. Bu böyüyə qarşı hörmətsizlikdir ki, mən bu tüstünü içimə alım və bunu təzədən çölə üfürüm. Bu etik, həm etik deyil. Tərbiyədən, bəli, əxlaqdan. Hə, bəli, yəni bəli. bütün o Bir də ayrı- Könül xanım, mən bu Bəli. misalı çəkim. Mən bir neçə nəfərin həyatında bu siqareti tərk etməyinə vasitəçi olmuşam. Yəni sivil yolla təbii ki, bizdən yaşlılar da olub, yaşlı balacalar da olub, onlara misallar çəkmişəm. Və aralarında evli adamlar da olub. Təəssüfləndirici məqamdadır. Mən həmişə bu misalı çəkmişəm. Demişəm, nə qədər məvacib alırsınız? Deyib ki, məsələn, mən 850 manat məvacib alıram. Deyirəm ki, evinin bazarlığına nə qədər pul gedir də, indi yoldaşındır, sənsən, bir də tutaq ki, bir övladım var. Məsəl üçün deyib ki, 400 manat. Deyirəm, siqaretinə nə qədər gedir? Deyir, 200 manatdan çox. Deyirəm, bax, bəzən sən qənaət eləməyə evə qoyun əti almırsan, düzdür? Deyir, bəli, bəzən olur ki, mən Meyvə al. əti O pula evdən azaldım. meyvə Yox, al. meyvəni hələ qoyduq. Deyirəm, qoyun əti almırsan, niyə? Deyirsən ki, o bahadır, ona pul vermirəm. Dedim, bil ki, ayda da nə qədər verirsən siqaret? Deyir, 250 manat. Dedim, 250 manat Dəhşətdir. bir qoyunun puludur. Əgər sən 12 ayda bu pulu kənara qoysan, bu 12 qoyunun pulu edir. Sən 2 ay il buna qənaət etsən, sən 24 qoyunun pulunu yığıb sən bir fermer ola bilərsən. Kiçik bir fermer ola Onu da bilərsən. artıracaq çox. Gör nə gözəl analiz elədi. İş sahibi ola bilərsən. Sən gözəl. bil ki, Həqiqət var dedim ki, burada. bax və sən özünə iş qura bilərsən. Siz hörmətli aparıcı niyə gülürsünüz və bunu Yox, çox zarafata gözəl, salmırsınız? çox gözəl analiz elədi. Mən də həmişə onu Bu deyirəm. analizlə bir neçə nəfərin həqiqətən də siqareti indiyə Siz qədər qoyun dediniz, amma mən Misal çox verirlər öz orada. Xanımlar üçün qızıl doğmam ola var, bilər. hansı ki istifadə edir. Qardaşım çox istəmirəm istifadə eləsin, amma Bir məsələn sosial deyirəm ki, şərtdə var bu haqda daxıl qoy, daxıl. Gündə ona verdiyin pulu at o daxıla. Ay, sağ ol. Bilmirsən də nə qədərdir. At, sonra da ayın sonunda bir bax. O sənin Xanım, özünə elə qalan bir puldur. Siz dediyiniz doğrudan çox gözəl bir oğlu da vurğuladı. Deməli, belə bir sosial çərx var. Deməli, bu siqaret çəkir daima, amma birdən qərara gəlir ki, mən əgər
5 ay ərzində siqareti çəkməsəm bir sosial şəxsdir. Görün nə qədər pul yığaram və siz dediyiniz kimi o pulları yığır və baxıb görür ki, bu pula o deyək ki, çox bahalı olmayan bir maşın almaq olar. Yəni belə bir, hətta maşını da orada şəklini göstərirlər ki, necə gözəl bir iş oldu. Yəni həm özü sağlam qaldı, həmçində o pula deyək ki, öz maddiyyətini ödədi. Kifayət qədər böyük puldur. Təsəvvür edin, Türkiyədə bir hadisə olmuşdu. Bu YouTube-da da bunun barəsində çəkilişlər var. Bir insanın könlündən, məhləsində, bir yaşadığı ərazidə məscid tikmək keçir və bu məscidi tikə bilmir. Amma bəlli bir gəliri var. Bu daim, amma çöldə yemək yeməyə meyilli olur. Bu öz qabağında bir məqsəd qoyur. Gəlir kafenin yanına keçəndə hesablayır ki, məsələn, mən bugün burada nə qədər pul xərcləyəcəm? 10 manat. Deyir, o 10 manatı ayırır, qoyur bu cibinə, belə deyir, sanki yedim. Sanki girdim, yedim. Bir neçə il o bu minvalla davam edir. Oradan keçəndə nəfsi çəkir, yemək yemir, pulu ayırır, qoyur cibinə, deyir, sanki yedim. Və bir neçə ildən sonra həqiqətən də bir orada kiçik də olsa məscid tikir, o məscid indi də durur, onun adı sanki yedimdir. Yəni bunun özündən bir ibrət almaq olar ki, yəni siqaretə də verdiyin pulu tərgit həm sağlamlığını qoruyursan, həm ailənə pis tendensiya qoymursan, övladların səndən pis nümunə götürmür, həm ekologiyaya zərər vurmursan, sən tərəfdən zərər olunmur və həm də pulu yığıb yoldaşına bir qızıl al. Gedib bəlkə o siqaret çəkən adamların yoldaşlarının telefonuna baxsan, bəlkə mətbəxdə kafel üstə düşüb çat-çatda onun ekranı dəyişmir. Amma siqaretə ayda 250 manat pul verir. Əslində mən hər birinizi və tamaşaçıları da biraz pərişan etmək istəyirəm. Tütün məhsullarını çəkmək həm də o deməkdir ki, sizin beyniniz tez qocalır. Bəli. Tütün məhsullarından aşırı istifadə həm də o deməkdir ki, siz artıq gizli, yəni bir açıq uyuşturucu maddələrdən istifadə edir. Tütün məhsullarının özündə də uyuşturuculuq var, bilirsiniz. Aslılıq həmin uyuşturuculuqda eləyə gəlir. Psixoaktiv maddədir də nikotin. Bəli, həmin bəzən bir çox xəstələrə baxırsınız, nikotin tərkibli iynələr də vururlar. Nə üçün vururlar? Çünki o ağrı kəsicidir, müəyyən şeylər. Biz özümüzü aldadırıq, siz özünüzü aldadırsınız və o belə deyək, zəif narkotik vasitə sayılan həmin tütün məhsullarından istifadə etməklə öz beyninizi məhv edirsiniz. Bir çox beyin xəstəliklərinin səbəbkarı da məhz siqaret və siqaret kimi tütün məhsullarından istifadədir. Mən istərdim ki, bununla bağlı həm də biz qəlyanın üstünə də fokuslanaq. Çünki qəlyanla bağlı çox böyük problemlərimiz var. Qəlyanın tərkibindən tutmuş, onda istifadə olunan tütün məhsulları və kimyəvi məhsullara qədər, hətta insanlara həvəsləndirmək üçün bilirsiniz ki, bir çox kafelərdə nə deyirlər? Hə, qəlyan sizin üçün pulludur, amma bir xanımla gəlsəniz, xanıma havayıdır. Və yaxud katkılar var. Qarpızdan qəlyan, nə bilim, almadan qəlyan. Bax, biz bunları çox kəskin pisləməliyik. Bilirsiniz, əvvəllər ictimai qınaq vardı. İctimai qınaq vardı, müəllimə. Zəfər xanım, nə idi o ictimai qınaq? Bir oğlan siqaret çəkəndə onun ata-anasına xəbər verirdilər. Necə ki, Könül xanım misal gətirdi. Valideynə deyirdilər ki, sənin uşağın bugün siqaret çəkirsə, sabah pis işlərin dalınca düşəcək. Sabah pis işlərin dalınca sonra narkotik vasitələrdən istifadə edəcək. Bəli, hər şey ola bilər. Həyatda heç kim üçün axırı ya xəstəxanadır, ya həbsxanadır. Düzdürmü? Aydın müəllim, narkomanların çoxu siqaretdən başlayır. Nə yaxşı ki, mən vaxtında üzərinə düşdüm. Biz uşaq olanda, Könül xanım, biz uşaq olanda yadıma gəlir, siqaret çəkən həm yaşlarımız tərbiyəsiz uşaq kimi siqaret çəkənə tərbiyəsiz uşaq deyir. Cəmiyyət, valideynlər deyirlər ki, ondan qaç günə. Filankəsin övladı tərbiyəsizdir. Tərbiyəsizdir o. Cəmiyyət həmin adamı bir növ niyə siqaret çəkir? Ayırırdı və o adamın pis vərdiş sahibi olduğunu bildirirdi. İndi bunlar varmı? Yanımızda uşaqlar belə siqaret çəkir, məhəllə uşaqları siqaret çəkir. Ata-anasına deyirsən, deyir, özü bilər. Mənim uşağım da özü bilər. Kişiləşir, özünü göstərir. Bəli. Bizim orta məktəbdə olan bir çox məktəblərdə, yəni nəzarət zəif olan məktəblərin ayaq yoluna baxın. Az qala o rusların bir sözü vardı, əskərlikdə krulşik deyirlər də. Krulka deyirlər, yəni siqaret çəkilən otağa çevrilir. Və orada bilirsiniz ki, kamera yoxdur da. Çox təəssüflər olsun ki, məktəblərin ayaq yollarında belə olur. Və yaxud tinlərdə baxın, əgər sizin uşağınız məhəllədə, hörmətli Rəman, oğlan uşağı olsun, ya indi artıq qız uşaqları da keçibdə ona, əgər özündən böyük adamlarla dostluq edirsə, onun yanına qaçırsa, mütləq ehtiyatlı olun. O onu ya siqaretə, ya da ki, ən yaxşı halda siqaretə, ya da narkotikaya öyrəşdirə bilər. Yəni, siqaret çəkən uşaq üçün daha çox zövq almaq, havada uçmaq üçün artıq digər maddələrə keçmək çox asaddır. Siqaret çəkmə adamla
deyək ki, narkotikadan çox az istifadə edir. Onlar statistikada da narkomanlar göstərir. etiraf edirlər ki, onlar siqaretdən Ay, başlayıb, sağ ol. sonra nəşə deyilən narkotik vasitəsilə istifadə edirlər, nisbətən yüngül olan. Sonra daha ağır. Mənim üçün maraqlıdır ki, bax Ceyhun bəy şəhərdə, yəni onun yeniyetmələri keçib də, yeniyetməliyi. Ceyhun bəy, necə olur ki, şəhərdə hamı siqaret çəkənə belə yaxşı oğlan, böyümüş kişi kimi baxırlar. Necə oldu ki, özünüzü qorudunuz? Mən bilirəm, amma Ceyhun Heç də elə baxmırlar. Ceyhun niyə baxırdılar, o vaxtı baxırdılar. Amma Ceyhun bəy bilirəm ki, uşaqlıqdan işləməyə başlayıb. Onun sadəcə vaxtı olmuyor, bir siqaretlərlə, çəkənlərlə gəzməyə. Ümumiyyətlə, bizim əhatəmizdə olan, mən belə çıxması 5-ci, 6-cı sinifdən olandan elə çöldə barədə olmuşuq. İşləmişsiniz, hə? İşləməklə bağlı. Yəni, nəticə olaraq mənim ətrafımda olan uşaqlardan, inanırsınız, Avropa çempionları, bizim əhatəmizdə olan uşaqlardan, idmanla məşğul olan, deməli, mühit də insanı çox dəyişir. Mütləq. Təsəvvür edin, bizim ərazidə, yaşadığımız ərazidə, yəni bu, belə deyək, bu, indi Nizami rayona. şükürlər olsun ki, yəni əmin-amanlıqdır, hər kəs torpaqlarına qayıtdı, prezidentimizin köməkliyindən hər şey əmin-amanlıqdır. Nə demək istəyirəm? Bizim yaşadığımız ərazidə neçə dənə binalar var idi, hansı ki, o qaçqınlarımız gəlib müvəqqəti yerləşmişdilər orada. Orada 5-6 dənə bina var, hamısı cavan-cavan uşaqlar, hamısı bir-birindən nəyi gördülər, onu götürdülər. Bizim yəni adını da çəkə bilərəm, boksçumuz var idi, Fariz Məmmədov. Bəli. Bizim ərazidə yaşayırdı. Mən inandırım, onun böyük bir təsiri oldu. O ərazidə mən deyərdim ki, 500 dənə uşaq hamısı idmanla məşğul oldu. Ay, sağ ol. 93-cü illərdən bugünkü günə kimi həmin o uşaqların içində inanırsınız, hamısı böyük Bəli. idmanlara meyl elədilər. İndi mühafizədə işləyənlər var, sistemdə. Yaxşı tendensiya Yaxşı, qoydu. hə, o bir dənə Fariz Məmmədovun onların təsirindən hamı ona meyllənir. Bəs Azərbaycanda diqqət edin, nə qədər idman komplekslər tikildi ki, uşaqların boşluqda gedən uşaqlar- sağlam nəsil yetişsin. Ora gedən Mühit önəmlidir. Mühit Bəli, önəmlidir. Ceyhun bəy çox düzgün deyil. Ora gedən uşaqlar bir-birinə utanırlar. Üstəlik məşqi də başa salır ki, siqaret Maarifləndirmə işi. Belə deyim, Maarifləndirmə. nəfəsin daralacaq. Bəli, bəli, ağzın bəli. balacalaşacaq. Özdə utandırırlar, Nəfəs yox alınmayacaq. onlarda bu ayıb sayılır. Yəni bizim uşaqlar idmanla məşğul olurlar, respublika çempionlarıdır şükür Allah. Onlarda bu ayıb sayılır, ayıb. Deyirlər ki, Ayıb, yəni ayıb, ayıb. o İdmansız tütündən istifadə ediləməz, idman ayıb. hara Zəiflik tütün hara. əlamətidir. Əslində iradə zəifliyini Mən nümayiş özüm də, etdirir. Aydın xanım, Oksigen sizin çatışmamazlığı sözünüzə qüvvət elə, deyil. mən də mühitdə olduğuma görə, mən də bir 5-6 il mən də idmanla məşğul olduğuma görə, o keçid dövrü ki var, mən də yəqin o mühitdə olduğuma görə ola bilsin, bəlkə də boş bekarçılıq olsaydı, mən də meyl eləyərdim. Ancaq mütəmadi olaraq o idmana getdiyimiz üçün də ola bilsin, bizə o yad hesab olunur. Mən niyə Ceyhun bəydən bu sualı istədim cavabını? İndi biz praktik olaraq gənclərə nəyi təbliğ edirik? Nə deyirik? Necə kömək etməliyik? Hansı təkliflər verməliyik ki, doğrudan da uşaqlar, xüsusən yeniyetmələr uşaqlar siqaretdən imtina etsinlər? Məsələn, Təsirindən istifadə eləmək. mənim məntiqi analizlərim var. Bilirsiniz ki, şəhər havası əvvəllər nisbətən təmiz idi. Hətta zavodlar işləsə də belə, nisbətən zavod sayı az idi, Zəfrəxan. Sumqayıtda çox idi. Sumqayıtda çox idi, amma dəniz bizi qoruyurdu da, baxmayın. Sumqayıtdan da yaşıllıq çox idi. Bilirsiniz ki, hər zavodun yanında bəli, böyük meşəliklər bəli, salınmışdı. bəli, düzdür. Şunan ağacları, şam ağacları onlara Yaşlılara udurdular. çox fikir verilirdi. İndi o qədər maşınlar, o qədər plastik tullantılar və havanın plastik hissəciklərlə, tozlarla, Daş karyerlərinin işləməsi. ondan başqa, indi mən şəhərin məsələlərini deyirəm. İndi şəhərin Külək içində gətirir deyil o, də bəli. şəhərə. Və üstəlik də həmin o tozu biz uduruqsa, üstəlik siqaret də çəkiriksə, görün, bu ətdəndir də. Qaraciyər ümumiyyətlə maye halındadır. Yarı maye, yarı bərk halındadır. Qaraciyərin şəklini çəkirlər, qoyurlar ki, baxın Və görün tütündən sonra ağciyər, nə ağciyər, üzr istəyirəm. qaraciyərə Elə döndərir. qaraciyər, hə. Ağciyərin özünün qapqara olması, həmin bir tərəfdən plastik hissəciklər, toz torpaq, maşınların qoyduğu zəhər, asfaltdan tutmuş təkərə qədər, tikinti zirzibilləri və yaxud indi bilirsiniz İrandan, Sənaye tullantıları, Türkmənistandan müəyyən o müharibə ilə bağlı ümumiyyətlə külək vurur, səhradan gətirir toz torpağı, hələ Xəzərdən keçir. Yenə də görürsünüz ki, Bakı ya Elə şeylər var, onların qarşısını almaq Hə, olur, amma mümkün siqareti deyil. tərk eləyə bilərik Üstəlik də. də siqaret də bunun üstünə gələndə görün nə qədər böyük dəhşətlər olur. Və mən fikirləşirəm ki, yaxın vaxtlarda Milli Məclis yəqin ki, qərar qəbul etməlidir və bununla bağlı müəyyən araşdırmalar gedir. Əslində ilk mərhələ bilirsiniz niyə elektron siqaretlər oldu və elektron qəlyanlar. Alternativ Çünki, kimi. Yox, baxın, siz yəqin ki, fikir verməmisiniz də.
Mən bir ara şəhəri gəzməyə başladım. Şəhərin ən görməli yerlərində ən gözəl ofislər məhz elektron siqaret satılan yerləridir. Yadınıza gəlirdi? Hər gözəl yerlər, köşklər deyil, elə gözəl ofisidir. Mənim özüm baxırdım ki, bu nədir? Bir-iki dəfə girdim, görüm bu nədir? Gördüm ki, elektron qəlyan və siqaret marketinqdir, Aydın müəllim. Hə, dəhşətli bir marketinq. Özü deyirdilər ki, bunun ziyanı yoxdur, ziyanı yoxdur, ziyansızdır. Necə ziyansızdır? Onlar təbii tütün məhsullarına nisbətən 2 qat daha ziyanlıdır. Daha ziyanlıdır. Amma əla. Baxın, görürsünüzmü? Həmin o şeylə qadağan olundu. Birinci mərhələni biz keçdik. Ondan əvvəl isə qapalı mühitdə siqaret və tütün məhsullarından istifadədir. İndi fikirləşirəm ki, həm elektron, həm də təbii qəlyanlarla bağlı qanun vericiliyi dəyişilməlidir. Tütün məhsullarının satışı, reklamı yoxdur, qadağandır. Tütün məhsulları ən azı orta məktəb və ali məktəblərdə, mədəniyyət ocaqlarında, ictimai yerlərdə onun satışı, reklamı, bu və digər dərəcədə Ramal bəyin reklam elədiyi kimi ətir formasında onun iyini belə reklam eləməklə bağlı qəti qadağalar gəlməlidir. Bu qadağalar gəlməzsə, əzizim... Sizə yenə o ətirdən hədiyyə eləmək istirdim, o fikirdən daşındım bugün. Yox, mayın 14-ü mənim ad günümdür. Siz verin, eybi yox. Yox, Hələlik verin, nə qədər qadağa yoxdur, verə bilərsiniz. Yəni, sözümün canı nə idi? Mərhələli şəkildə biz cəmiyyəti təmizləməyi bacarmalıyıq. Sabah bizim işləməyə indi onsuz da oğlanlarımız tənbəldir. Qızlar bilirsiniz niyə siqaret çəkir? Qızlar özlərini göstərmək istəyir ki, biz də bərabər hüquqluyuq. Biz də oğlanlar kimi belə eləyik. Çünki ən yaxşı ofislərdə feminizm çağırışlarının nəticələrindəndir. Yalnız o deyil, amma hər halda. Yəni, yekunlaşdıram. Yəni ki, biz mərhələli şəkildə bu qadağaları edib cəmiyyəti sağlamlığına xüsusi töhfə verməliyik. Xüsusi töhfə verməliyik. Artıq bizə ayrılan efir vaxtı da sona yaxınlaşır. Bugünə olan son reklam çarxı və yekunlaşdırırıq. İzləyin. Hörmətli izləyicilərimiz, bugün biz tütündən danışdıq, onun fəsadlarından danışdıq, çalışdıq bizə verilən efir vasitəsilə o vaxtdan istifadə edib tütünlə bağlı məlumatları efir vasitəsilə televiziya tamaşaçılarına ötürək. Tütün hər bir ailəyə öz təsirini göstərir. Hər bir ailəyə, istər qonşu tərəfdən, istər qohum tərəfdən, istər qardaş tərəfdən, ata tərəfdən, hardansa öz təsirini göstərir. Ona görə də, bax, efir vasitəsilə deyirik, tütündən uzaq olun. Geni fondunuzu düşünün, gələcəyinizi düşünün, cavanlığınızı düşünün, gözəlliyinizi düşünün. Artıq proqramımız da sona yaxınlaşır. Zemfirə xanım, qısa, sonra Ramal bəy sizə verərəm sözü. Təşəkkür edirəm Köyün xanım. Doğrudan da bu günləri mən inanıram ki, çox gənclərimiz maarifləndilər və əlbəttə ki, özlərinə bir örnək götürdülər. Və mən sonda bunu demək istəyərdim ki, bütün orqanlara təsirini dedik, amma cinsi orqanlara birbaşa onun təsiri haqqında danışmadıq. Niçin? Çünki tütün birbaşa qan damar sistemi ilə bütün orqanlara yeridiyi kimi cinsi orqanlara da yeriyir və cinsi orqanlarda gənclərimizə sonsuzluq yaradır. İstəyir xanımlarımızda, istəyir bəylərimizdə. Dəhşətli fakt. Ona görə də ən çox təsir edən orqanlar, ən zəif orqanlar insanın cinsi orqanı olduğuna görə çox xahiş edirəm bizim gənclərimizdən, ailə qurmağa hazırlaşan gözəl balalarımızdan. Öz gələcəyinizi düşünün, gələcək evladlarınızı düşünün. Əgər doğrudan da ailə, evlad yiyəsi olmaq istəyirsinizsə, mütləqdir ki, siz tütündən uzaq olasınız və istifadə etməyin. Təşəkkür, Ramal bəy. Köyün xanım, suverenliyimiz canlar, qanlar bahasına alınıb. Yəni, əgər bizim əskərlərimiz sağlam olmasaydı, biz bəlkə də döyüşdə bir uğur əldə edə bilməzdik və işğal olmuş torpaqlarımız geri qayıtmazdı. Bax, genofond dediyimiz məsələ də odur. Analar, atalar, yəni indiki gənc valideynlər özlərinin sağlamlığının qeydinə qalsınlar, pis vərdişlərdən uzaq olsunlar. Əgər o vərdişlər varsa, onları tərk etsinlər. Çünki bu dövlət, bu xalq çiyindən çiyinə gəlir, bizim suverenliyimiz qorunub. Ona görə bu dəqiqə yük bizim çiyinlərdədir. Biz bunu növbəti nəsillərə ötürmək üçün sağlam olmalıyıq. Sağlam olmalıyıq. Ceyhun bəy, mən də valideynlərə buradan səslənmək istəyirəm. Təbii ki, hər kəs bizi eşidə bilməzdi, ancaq valideynlər təbii ki, öz övladlarını dost şəklində onları maarifləndirməsi istiqamətdə başa sala bilər ki, yəni onun fəsadları nədən ibarətdir? Yəni bu şəkildə, yəni onları nə təhqir, nə tənqid eləməsinlər, ancaq dost olsunlar, o tütünün zərərini onlara aşılasınlar, təbii ki, onun da nəticəsini yəqin ki, görərlər. Hörmətli izləyicilərimiz, bizə ayrılan efir vaxtı sona çatdı. Dünya televiziyasının efirində üz-üzə proqramını izlədiniz. Bugün biz tütündən və onun törətdiyi fəsadlardan danışdıq. Çox təəssüflər olsun ki, hələ də
Ətrafımızda elə insanlar var ki, onlar tütündən istifadə edirlər. İstifadə etməyin. O həm sizə ziyandır, həm ətrafa ziyandır, həm sağlamlığa ziyandır, həm geni fonda ziyandır, həm də cibinizə ziyandır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.